Əziz izləyicilərim, sizə yeni təmirdən çıxmış 4 otaqlı mənzil təqdim edirəm. Bura Xətai Panorama Rezidensi. Həyətyanı sahəsi sizə təqdim eləmək istədim ki, geniş həyətinin olduğunu görməyənlər, bilməyənlər bilsin, bilənlər də bir like eləsin, çünki gözəl bir həyətə sahibdir. Təqdim edəcəyim mənzil bax bu kompleksə yerləşir. Kupçalıdır. Burada kupçasız korpuslar da var. Ancaq bu kupçalı bir mənzildir. Yeni təmirdən çıxıb 4 otaq, geniş bir sahəsi olan mənzildir. Gəlin bir yerdə qalxaq, baxaq, müzakirələr eləyək. Kim almaq istəyirsə də öncədən deyim xeyirli olsun. Qalxaq mənzilə. 9-cu mərtəbədə yerləşir bu mənzil. Gözəlliyi adamı hayır-mal eləyir, dəyərli izləyicilər. Əvvəldən deyim, Allah olmayanlara qismət eləsin. Gözəl mənzildir. Lüks şikarlı, yeni təmirdən çıxıb. Proyektinin də planlaması çox yaxşıdır. İlk öncə sizə girişdə olan sağ və sol geniş dolabları təqdim edeyim. Bu isə füsunkar bir koridor, müasir təmir, rəngdən, yəni kraskadan istifadə ediblər. Sahibinin şəxsi zövqləri var. Bu, öz zövqünə görə eləyiblər, yəni standart deyil. O da nədir? Bu binada, bu 167 kvadrat proyekti olanda, şirkətdə bura mətbəxi salırlar. Zal, mətbəx bir yerdədir. İndi yenə hərənin öz seçimi var, təkrarçı olmasın. Subordinasiya götürəndə bizim xal, bizim kodumuzda mətbəx stüdiya bir o qədər də deyərdim ki, balansda bəyənilmir, əksəriyyət zalı xüsusi xoşlayır. Bu da sahibi də həmən o dediyim kütlədən olduğuna görə mətbəxi ləğv eləyib, keçirdib koridorun başına, zalı əlavə özü üçün bax, belə bir rahat, fərah, komfortlu təmir eləyib. Baxış balkon bu hissədən, yataq otağından Yusuf Səfərova baxır. Bu hissə eyvanıdır, gördüyünüz kimi. İndi sizə istəyirəm ki, o mətbəxi necə dəyişdiyini, planlamanı sizə görsədim. Bura operator görsətsin, eyni dediyim kimidir. Belə eləyib, zövq olaraq, ürəyi bunu istəyib, belə bir nəticədə yataq otağı ərsəyə gəlib. Televizor, mebeli, hər şey gördüyünüz kimi ideal vəziyyətdədir. Burada bilirsiniz, ancaq bir dənə şəxsi əşyalarınızı götürüb, gəlib, afomut edib yaşamalısınız. Yerə gəlmişəm, afomut məsələsində də kupçalı mənzildir, təkrar açıq olmasın. Bura çamaşır otağıdır. Mebel, paltaryan, hər şey var. Yəni, xanımlar üçün hər şey düşünülüb. Ümumi koridordakı hamam otağını sizə təqdim edeyim. Gözəlliyə diqqət edin, gözəlliyinə yanaşı da bütün aksesuarlar istər divar içi olsun, istər çöl olsun, hamısı əla bir markalardandır. Geniş, şkaflı, havalandırması, şulkası və burada da kabinası. Dəyərli, hörmətli izləyicilərim, sizə mətbəxi planlamasını görsədim. Bu mətbəxlə o dediyim yer dəyişilibdir. Nəticədə belə bir eyvanlı mətbəx alınıbdır. Bütün elektronikalar Bosch firmasına aiddir. Adam pul xərcləyib mənzilinə. Membran, maşın boyası, əlindən gələni əsirgəməyib öz evi olduğu üçün hər şey təptəzədir. Balkon hissəsindən baxır. İlk təqdimat etdiyim həyət hissəsinə. Buradan da bir görünüşə baxın. Ani olaraq xaricilər demişkən master bedroom otağıdır bura. Dədə-baba yataq otağıdır. Yatağın özü, arxa divarlığı, televizoru. Burada mənə elə gəlir ki, həmişə xanımların geyimləri çox olur da. Yəni, biz yazıq kişilərə həmişə balaca şkaflar da verilir. Burada da yəqin ki, bu evi alanda ər-arvad arasında şirin mübahisə düşəcək. Çünki qışlıq var, yazlıq var, payızlıq var. Bunun çarəsi koridorda sizə görsətdiyim şkaflar var. O çatırdı imdada. Yaxşı ki, o var. Burada hamam otağıdır. Yəni də yataq otağının içində deyib, əş eləməyiblər. Yaxşı bir təmir, zövqlü, hər şey eləyiblər. Bilirsiniz,
üstü bəzənmiş evlərdən deyil, dəyərli izləyicilər. Sözün pis çıxmasın. Keyfiyyət axtarırsınızsa, bizim nömrə ilə əlaqə saxlayın, gəlin baxın. Aşağılara kimi bizdədir, satışı bizə veriblər, qərar seçim sizindir. Qiymətdə qeyd olunub. Sağ olun, var olun.